8 bab. Kuz kelganda ular bir niyat, bir maqsadda Yerusalimdagi suv darvozasidan kirgandagi maydonga jam bo'ldi. Ular Tevrat ustozi Ezroni Xudoning Isroillarning amal qilishi uchun Musa payg'ambar orqali tushirgan Tevrat qonun yozmasini elib kelishga taklif qildi. Şuna 7 oyning 1-kuni Ezra ruhoniy uni erlar, ayollar va barliq tushuniladigan bolalar jam bo'lgan jamoat oldiga elib keldi. U tong sahardan tushkicha suv darvozasidan kirgandagi maydonda qonunni tushuniladigan har qanday kishiga unlik o'qib berdi. Barliq xalq diqqat bilan angladi. Tevrat ustozi Ezra bunun üçün məxsus yasıtılgan igiz yağaç munberde turdi. Onun on yenidən Mattitya, Şema, Anaya, Uriya, Xilqiya, Maasiyalar və sol yenidən Pidaya, Mişail, Malkiya, Xaşum, Xaşbadanna, Zikiriya, Mişullamlar orun aldı. Ezra munberde turganda hemmeylen onu iniq körəlidi. O yazmini aşqanda barlıq cemaat ornudan turuşdi. O perverdigar bolgan uluq Xudani mədhiyyəligəndə bütün cemaat qollarını kötürüb amin, amin deyişdi. Keyin ular tızlanıb yüzlerini yergi yıqıb səcdə qıldı. Laviladın Yeşuva, Bani, Şerebiya, Yamin, Akkub, Şabbitay, Hodiya, Maaseya, Qilita, Azariya, Yozabat, Hanan və Pilayalar cemaat öz orunlarında turganda qanun toğırlıq düşənci berdi. Ular Xudanın qanununu cemaatga oqub, mənisini yeşib berdi. Şunun bilen cemaat bunundan düşənçi hasıl qıldı. Cemaat kanununu anlap köz yişi qılışdı. Şunun bilen Yahudiya başlıqı Nehemiya, Tevrat ustazı Ezra ruhani ve kanun toğırlıq düşənçi beradigan lavilar cemaatke bugün Perverdigarımız Xuda üçün muqaddas kundur. Sizler yığızar qılmanglar. Əmdi köpçilik qaytıb ziyafət tayarlanglar. Isil taam və şirin içimliklərdən bəhrəman bulunglar. Ulanı heç nima hazırlayalmağanlar bilen bölüp yanglar. Bugün Xudayımız üçün muqaddas kundur. Qayg'urmanglar. Chunki Parvardigordan kelgan shod xuramliqimiz bizning kuch qudratimizdir, dedi. Lavilar jamoatni tinchlantirib, bugun muqaddas kundir, qayg'urishni to'xtatinglar, dedi. Jamoat o'qilgan mazmunni tushunganligi uchun uylariga qaytib, shod xuramliq ichida ziyofat dostixonidan g'izolandi. Ve özüde barığı başqalar bilen tən bəhrəman boluşdu. Etsi her qaysi cəmiyyətlərinin başlıqları Tevrat kanununun təlimlərini obdanlaraq bilib eliş üçün ruhanilar ve lavilar bilen billə Tevrat ustazı Ezra'nın yeniği bardı. Ular Perverdigarның Musa peyğəmbər arqılıq düşürgən kanunudun küzdeki kəpi tikiş heyti məzgilide İsraillarning kapilada turishi buyurilganligini bayqadi. Ular qonunda yozilgan edirliqlarga berib, zaytun, yava zaytun, chatqal, palma va boshqa mo'l yo'pirmoqliq daraxtlarning shoxlarini elib kelib, kapi yasanglar degan buyruqni jakarlashi va uni o'z yurtlari ham Yerusalimda tarqitishi kerak idi. Şunun bilen cemaat daraxt shoxlarini kesib kelib, o'g'izlariga, ho'ylalarga
ibodatxona hovlisiga va suv darvozasi ham Efraim darvozasi ichidagi maydonlarga Kabe yasidi. Sürgünden qaytib kelganlarning hammasi Kabelarni yasab, ularda turdi. İsraillar bu heyitni Nunning o'g'li Yoshuvonning zamonidan tortib, mundaq tabriklab baxmagan edi. Hamma odam shod-xuramliqqa cho'mgan edi. Heyitning birinchi kunidan eng oxirgi kunigacha Ezra har kuni Xudoning qonunidan bir parcha o'qib turdi. Va 7 kun heyit qilib, 8 kuni bekitilgan tuzum bo'yicha yepilish murosimi o'tkazdi.